Bu ilin bu mübarek Ramazan ayı bir sıra acı hadiselerle de yadda kalacak. Hem mənəvi bir irəliləyiş ve hem cihad meydanında büyük bir mübarizə. Yani paralel bunları yaşadık, gördük. Biz uzaktan müşahidə edirik. Ama bu müharibənin, bu cihadın, bu mübarizənin içinde yaşayan müminler, müsəlmanlar var. Hem cihad edirlər, hem oruç tuturlar, ibadet edirlər. Bu iki vəzifəni paralel daşıyırlar. Allah Teala Ali İmran suresinin 139. ayəsində belə buyurur. Və la təhinu və la təhsənu və əntumul a'laun in kuntum mu'minin. Süst olmayın, məhzun olmayın. Əgər müminsinizsə, üstün sizsiniz, ali sizsiniz. İman üstünlüğü getirir Allah dərgahında. O insanlar ki, bu mübarizə meydanında imanla irəliləyirlər, Allah Teala onları üstün sayır. Onlara uğur və qələbə verir. Ta qədimdən olub, peyğəmbərlərlə yanaşı peyğəmbərlərin tərbiyyət etdiyi, yetişdirdiyi möminlər, salih insanlar mübarizə aparıblar. Bu dinin ehtilası üçün, qələbəsi üçün, irəli getməsi üçün, bəşəri bir meydanı fəth eləmək üçün çoxlu zəhmətlər çəkilir, qanlar tökülür. Biz bunları oxuyurduq, kitablarda oxuyurduq, ayələrdə, hədislərdə, təfsirlərdə oxuyurduq. Amma bugün bunu əyani şəkildə insanlara, bütün xalqlara nümayiş etdirən qəhrəmanlar var. Bunu göstərirlər. Bunu göstərirlər ki, biz hətta öz şəhadətimiz ilə qələbə əldə edəcəyik. Çünki adətən həyatda təbii qanunlarla baxanda ölüm, itim, aradan getmək bir uğursuzluqdur, itirməkdir, qarşı tərəfi qazandırmaqdır. Amma dini anlayışda və bu cihad meydanında bu tam bərəksdir. Həm belə meydanda vuruşanda qələbə əldə eləmək olar, həm də şəhadətlə də qələbə əldə etmək olarmış. Bəzən o şəhadətlər o qədər təsir buraxır ki, diri insan o qədər təsir qoya bilmir aləmdə. Bu şəhadətlər ki, o qədər təsir qoyur. İndi dünya nə üçün gəldi bu hala çatdı? Qısa tarixi xronika nəzərdən keçirdi. Yəni, bu hadisələrin qısa xronikasını bir baxaq. 30, 40, 50 il ərzində nə baş verdi ki, bu hadisə bu günləri baş verib. Bu medialar, bu internetdir, kanallardır, bunlar hamısı unutturur. Elə bir fikir hücumuna keçiblər, insanların fikrini dəyişdirə bilirlər. Dünənki hadisələr ki, onlar törətmişdilər, özləri günahkar idi, müqəssir idi, bu günləri rahat başqalarının boynuna tökə bilirlər onu. Və deyirlər ki, bunlar müqəssirdir. Və bunlar belə eləməsəydi, elə eləməzdi. Amma biz də unutmamışıq. Xatırlayaq, o qədər də asan deyil. Ayıq olmaq lazımdır. O qədər də qafil olmayaq ki, bir günlər gəldilər, nə dedilər? Beləymiş. Görürsən, bunlar özləri müqəssirdir. Məsələn, deyirlər ki, İran İslam Cumhuriyyətinin siyasəti səbəb olub ki, bunlar indi bu günlər bu vəziyyətdədir. Tək qalıblar, heç kəs də bunları dəstəkləmir. Belədir görürsən, həqiqətən. Yox, bir nəzərdən keçirdək bu hadisələri. Mömin gərək ayıq olsun, qafil olmasın, unutmasın bunları. Dünyada ümumiyyətlə
nə var idi? Ümumbəşəri dinsizlik var idi və davam da edir. Yəni, bəşəriyyəti dinsizlik yoluna dartırlar. Maddi pərəstlik, komünist ideologiyası, kapitalizm quruluşu, bunlar hamısı maddiyyat üstündə qurulmuşdur. İnsanları maddi dünyadan ən çox həddə, səviyyədə istifadə etməyi, onun üçün şərait yaratmayı iddia edir. Bacarmır da ya. Amma elə deyir ki, nədir? Gəlin dünyaya, qurşanın, dünya həyatında bacardığınız qədər rahat yaşayın. Amma elə tələnin əvvəli buradır. İnsanlar elə burada tələyə salırlar. Gəl dünyada yaxşı yaşa və buradan başlayırlar elə insanın başını oynatmaya. İnsanı möhtac edirlər bu dünya ehtiyaclarına, ondan sonra minirlər qoyduda. Belə deyək. Beynəlmiləl ədalətsizlik. Dövlətlər arasında, xalqlar arasında ədalət yox, ədalətsizlik hakimdir. Güclülərin zəifləri aldadıb, onları istismar etməsi. Bu dünyada indi bunlar hamısı vardır. Yoxdur, deyin, yoxdur. Belədir, belə deyil, hamısı belə. Təzahürləri harada oldu? Sən komünist rejimi vaxtı yaşayanlar görüblər. Bir də apartheid İsrail rejiminin ABŞ və Avropa tərəfindən yaradılması. Bunlar da bu İsraili 2-ci Dünya müharibəsindən sonra bu Yahudi bədbəxtlərin, bunların da ki, bu tarixi bir nifrəti var nədənsə. Bunlar da o erməni xalqı kimi bir şey üçün kökləniblər. Necə Böyük Ermənistan yaratmaq üçün o ermənilər tərbiyələnirdi. Hansısa millətə kin, düşmənsi, ədavət bəsləyə bunları böyüdürdülər. Axırda başlarına bəla oldu. Bir yerə də çata bilmədilər. Bu Yahudilər də ta qədimdən əsrlər boyu bunun üstündə kökləyirlər ki, Peyğəmbər sizin düşməninizdir, müsəlmanlar bizim düşmənimizdir. Belə Yahudi irqi ən ali irqdir, digərləri hamısı onların köləsidir və biz gərək öz haqqımızı əldə edirik. Bunlar səpələnmişdir, yayılmışdılar. Dünyada, ölkələrdə, xalqların aralarında yaşayırdılar. İkinci Dünya müharibəsindən sonra o fitnəkar imperialistlər, onlar ki, görsənmirlər, amma arxa plandan adətən işlərini görürlər. Bu bədbəxt xalqı yığdı ora. Kimini bu hisslərlə ora toplaya bildilər, kimini də gözəl yaşayış vədləri ilə ora yığdılar. Və böyük bir köç başladı Fələstin torpaqlarına. Və deyirlər ki, bu torpaqlar bizə vəd olunub. Ayələr də, sitatlar da gətirirlər ki, bu torpaqlar Yahudi qövmünə vəd olunub, amma başqalarının haqqını qəbul eləmirlər. Yahudilər orada Yaqub Peyğəmbərdən bu yana yaşayıblar. Yaqub Peyğəmbərdən öncə orada xalqlar yaşayıb. Və hətta o xalqlar ağuşlarını açıblar Yaqub əleyhissalama, Yaqub əleyhissalamın övladlarına. Onlar da gediblər o xalqların içində məskunlaşıb yaşayıblar. Tarixi qissəsi uzundur. Bunları ki, yığdılar, İsrail dövlətini yaratdılar. Qərar idi, Fələstin torpağı da yaransın. Amma Fələstin torpağının dövlətinin yaranmasına imkan vermədilər. Bax, bugünkü fitnələr, müharibələr ən əsas buna qayıdır. Əgər o dövrdə İsrail dövlətini yaratdınız, yaxşı. İsrail xalqı məzlumdur, tarixdə indi hansısa bir zülmlərə məruz qalıb, təcavüzlərə məruz qalıb, haqsızlıqlar olub, yaxşı, gəldilər, dövlət bunlar üçün qurdunuz, axı demişdiniz, özünüz
Birləşmiş Millətlər Təşkilatında qərar qəbul eləmişdir. Fələstin torpağı dövləti də olsun. Hani bu Fələstin dövləti? Deməli, bunlar bu qərarları qəbul etməyin əsl niyyətləri bu idi ki, buradakı xalqları, müsəlmanları dolandırsınlar, onların xainlərini ələ alsınlar və İsrail dövlətini böyütsünlər. Xəritələri də var. Bunların da indi hədəfləri budur və bu da ikinci fəsad və fitnədir ki, bugünkü hadisələrin yaranmasına səbəb olur. Bunları unutmayaq. Bu hadisələr hardan qaynaqlanır? Əsas budur. Fələstin dövləti yaradılsaydı bunların heç biri olmazdı. İki dövlət bəlkə də indi sülh içində biri-birinin yanında yaşayardılar. Olmadı. Niyə olmadı? Dünyanı idarə edənlər, niyə olmadı bunlar? İndi ki, bu haqdan, ədalətdən nədənsə danışırsınız, hani bu? Haqq, ədalət. Bizim Azərbaycan xalqı yaşayıb da, öz torpaqlarının işğal olunmasında bu hadisələri yaşayıb, bu haqsızlığı, ədalətsizliyi görmüş. İndi bu Fələstin xalqının da başına bu müsibəti açıblar. Onlar da öz torpaqlarını, öz evlərini, eşiklərini tələb eləyirlər. Haqları da yoxsa yox. Haqlarıdır. Kim razı olar ki, gəlsinlər ona evindən, eşiyindən qovsunlar, didərgin eləsinlər, söysünlər, döysünlər, köç gününə salsınlar, məhv eləsinlər bütün həyatını, uşaqları ələm yesir günündə ac, yalavac həyatına davam eləsin, bunlar hey inkişaf eləsinlər və uzaqdan da baxır, təhqir eləsinlər, desinlər, siz heyvansınız, sizin yaşamaya heç bir haqqınız yoxdur. Bu xalq da öz haqqını tələb eləməlidir də. İndi bunlar haqqını tələb eləyir, düz eləmir. Hani bu dünyada o insanlar ki, haqdan, ədalətdən danışırlar, səsləri çıxmır. Kimin səsi çıxdı? Bir İslam Şiə alimlərinin səsi çıxdı. Satmışdılar. Artıq Böyük İsrail ideyalarına satmışdılar hər şeyi, müsəlman başçıları. Və bu günlərdə səslərini ona görə çıxartmırlar. Çünki özləri həm satıblar, bu gizlin bir şey də deyil artıq. Həm də özləri onların bir parçasıdır. Bizi narahat edir ki, bunlar niyə danışmır? Bunlar danışa bilməzlər. Çünki özləri onlardandır. Onların məmurlarıdır. Necə danışsın? Özləri onlara işləyirlər, onların planlarını icra edirlər. Bu danışa bilməz ki. Bu gələcək nəyi deyəcək? İndi bu Sovet rejimi ki dağıldı, aradan getdi, bu Qərb dünyası hegemoniyada tək qaldı. İran İslam inqilabı baş verdi. Bu İran İslam inqilabında necə ki bu indi Ərəb dövlətlərini, digər dövlətlərini ki görürük, hamısı onlara tabe və təslimdir. Bu, dünyada gedən prosesin bir tələbatı idi. Çünki dünya iki yerə bölünmüşdü, iki hissəyə, iki bloka. Sovetin öz nüfuz dairəsi var idi, bir də Qərbin öz nüfuz dairəsi var idi. Sovet ki iflasa uğradı, Qərb hamısını artıq öz dairəsinə daxil elədi. İran İslam inqilabı ki oldu, indi bunu təslim eləmək lazımdır. Dedilər ki, bir qoca kişidir, əbalı, əmmaməli, gəlir, nə edə biləcək ki? Biz, gəl otur, sən də qoşul, bizə nə dedik, icra elə. Yox, təslim olmuram. Nəyə görə? Çünki sizin yolunuz, quruluşunuz, hamısı şeytan hədəflərinə xidmət edir, şeytan quruluşudur. Allah'tan bu dünyada, bu hakimiyyətdə, bu quruluşda əsər əlamət yoxdur. Mən ki deyirəm, mən Allahın xəlifəsiyəm, nümayəndəsiyəm, vəli fəqihəm, ilahi hakimiyyətinin başında durmuşam. Mən gəlib əgər sizə təslim olsam, mən də şeytan rəhbəri olacağım. Allah hakimiyyətinin bir mənası, məzmunu olmayacaq ki. Ya bunu qorumalıdır bu ilahi rəhbər, ya da gelib təslim olmalıdır. Quru adı qala bilərdi. Vəli fəqih, məsələn, İran İslam Cumhuriyyəti, amma ABŞ-nın göstərişi ilə yaşayan
bütün günahlara rəvac verən, içkidir, pozğunluqdur, LGBT-dir, yadda hamısı orada da icra olunan bir dənə dövlət olacaqdır. Və dünyanın da Fatihəsi beləliklə oxunacaqdır. Və dünya da indi tamamilə başqa cür olacaqdır. Bu şəxsiyyət, böyük ilahi şəxsiyyət təslim olmadı. Dedi ki, işinizin dalıyca, siz kimsiniz? Gəlin öldürün məni. Mən sizə tabi olmaram, təslim olmaram. Və buradan başladı hər şey. Bütün bu münaqişələr, qarşı durmalar hamısı buradan başladı. Təslim olmadı. İndi təsəvvür edin ki, biz namaz qılırıq, bizə gəlsinlər, desinlər ki, get günah elə. Əgər qorxdu, düşəcək, günah eləyəcək. Yox, əgər izzətli, qeyrətli, şücaətli deyəcəksən kimsən? Mən Allah bəndəsiyəm, sən məni gəlib günaha dəvət edirsən, günaha çəkirsən. Bu da belə. Dedi ki, təslim olmuram sizə. Başladı bütün bu münaqişələr, gəldi, çatdı bura. İndi bu xronika nədir? Tarixi xronika. Buna xülasavari işarə edeyim. Bunları xatırlamaq çox vacibdir, ya mühümdir ki, aldatmasınlar. Bu İran İslam inqilabı olandan sonra İraq diktatorunu silahla, pulla təsis elədilər və saldılar İran Cümhuriyyətinin canına. 8 il müharibə oldu. Alınmadı, eləyə bilmədilər təslim edəsələr. Əfqanistanda Əl-Qaidəni, Talibanı silahlandırdılar. Onlar ki, o qruplar ki, onlar Sovet dövləti ilə vuruşurdular və razı deyildilər ki, Sovet dövləti oranı işğal eləsin. Onlarla dava edirdilər, Qərb bunları bir səfər silahlandırdı İranın əleyhinə. Az qalmışdı, müharibə olacaqdı, nəysə o da alınmadı. Hətta bu Taliban ki, indi hakimiyyətdədir, bundan öncə də bir dəfə hakimiyyətdə olub, bütün Əfqanistanı ələ keçirtmişdi. Amma devirdilər. Sonra bu ikinci onların hakimiyyətə gəlişidir. Üçüncü budur ki, İran, ABŞ və İsrailin bütün bu fitnələr qarşısında işğala məruz qalmış müsəlman xalqları başladı müqavimət cəbhəsində birləşdirməyə. Fələstin xalqını, Livan xalqını, Suriya xalqını, İraq xalqını, Yəmən xalqını, onlar ki, hamısı zülmə məruz qalmışdılar, təcavüzə məruz qalmışdılar, işğal olunmuşdu. Bunlar özləri xahiş edirdilər ki, bizə bir nicat verən tapılsın, bir qüdrət, bir dövlət olsun ki, bizə kömək eləsin. Biz bu quldurların qabağında dayana bilək. Amma indi nə deyirlər, bu proksi qüvvələrdir. İran bunlara hazırlayıb ki, gəlsinlər, başqalarının rahat həyatını zəhər eləsinlər. Belə deyirlər, belə təfsirlər. Belə deyil axı. Bu xalqlar yerli xalqlardır. İndi məsələn üçün Azərbaycan xalqı biri gəlsin, onun torbağına girsin, işğal eləsin. Bu qalxmayacaq, qiyam eləməyəcək. Deməyəcək, hanım mənə kömək eləyən gəlsin, biri mənə kömək eləsin. Bu xilas eləyim özümü. Bunlar da belə. İran bunları səfərbər elədi və bunları müqavimət cəbhəsində birləşdirdi. Sonra ABŞ regiona özü gəlmək istədi. ABŞ-ın da öz proksi qüvvələri var. Bu İsrail də onun bir bazasıdır, hərbi bazasıdır əsl həqiqətdə. O dövlət deyil. Dövlət kimi də heç fəaliyyət göstərməyib. Həmişə silahla gəziblər, həmişə də ta dişlərinə kimi silahlanırlar. Amerikada, ABŞ dövləti də ildə nə qədər onlara neçə milyardlar büdcə ayırır ki, bu dövlət, yəni bu rejim, bu quldur dəstəsi orada güclənsin. Nə üçün şərq aləmini öz ixtiyarında saxlasın? Onların bütün maddi resurslarını, neftini, qazını, hamısını öz ixtiyarında saxlasın. Onların mənimsəsin. Necə ki, bunların hamısı görürük. Hamısı gəlirlər, müqavilə bağlılar, trilyonlar silah müqaviləsi bağlılar. Bütün olan pullarını alırlar, gedirlər. Yəni, belə onlara nəzarət edirlər. Nə həyatlarında bir dini, imanla yaşayan bir həyat qalıb, nə də ki, bir ixtiyarları qalıb. 11 sentyabrı törətdi Amerika. Özü birbaşa gəldi regiona. 11 sentyabrda artıq məlumdur ki, özləri planlaşdırmışdılar. Bəhanə eləsinlər, gəlsinlər, bu şərqdə məskunlaşsınlar. Ordularını yeritsinlər bura. Gəldilər, bir də İraqı kimyəvi silah düzəltmək bəhanəsi ilə gəldilər, işğal elədilər. Burada İran da gördü ki, ABŞ
gələcək, tamamilə bu dövlətlərə çökəcək. O dövlətlərdən o qruplar ki, kömək edə bilərlər və ABŞ-ın əleyhinə mübarizə apara bilərlər, onları başladı dəstəkləməyə. Burada Əfqanistan, İraqda qüdrətlər, qüvvələr ikiyə bölündü. Yəni burada qarşı durma yarandı. ABŞ ilə İranın mənafeləri. İndi bu günlər deyirlər ki, İran nə qədər müsəlman qanına bais olub. Xeyr, ABŞ ilə birləşib, nə qədər müsəlman qanına bais olub. ABŞ qeyd şərtsiz, mütləq şəkildə çökmüşdü məntəqəyə. İran cəhd tərpəndi, o dövlətlərin içində, o ölkələrin içində Amerika ilə zid bir qüvvə yaratdı. Həm öz təhlükəsizliyinə görə, bir də ki, o xalqların azad qalmasına görə. Necə ki, Əfqanistan sonra artıq azad oldu, özləri 20 il oranı işğal edəndən sonra bütün ordularını yığdılar və xarxəcil şəkildə oranı tərk elədilər. İraqda da belə, amma hələ bu günləri qalıblar, yavaş-yavaş buranı da inşallah tərk edib gedəcəklər. Bunların əsl məqsədi, Əfqanistanla İraqı işğal eləməkdə əsl məqsədi bu idi ki, bugün İranla bu müharibəni edirlər, o vaxt eləyəcəklər. Sadəcə olaraq iqtisadi çöküş irəli gəldi. Yadınızdadır, bir dünya iqtisadiyyatında bir geriləmə oldu, böyük bir xaos yarandı. Onlar əl götürdülər, hücum eləmədilər. Saxladılar, dayandırdılar. Çünki iqtisadiyyatları çökəcəkdi, o vaxtı müharibə eləsəydilər. Sonra gəlir, xəstəliyə sonra gəlir. Dünya iqtisadiyyatı çünki zəif idi, ona görə həmlə eləyə bilmədilər. Sonra gəldilər, keçdilər Daesh, IŞİD planına. Bu Şiə hökumətinin qabağında elə hey çalışırdılar ki, sünni bir xilafəti yaratsınlar, bunları vuruştursunlar. Sünnilərin arasında xilafət, o Səfəvi, Vəhabi, əqidəli o insanları yığırdılar, bunları şirinləşdirirdilər. Sizin hökumətiniz olacaq, dövlətiniz olacaq, Suriya, İraq ərazisində xilafət quracaqsınız və bunları da silahlandırdılar, təchiz elədilər ki, gəlsinlər, bunlar vuruşsun. Bunlar da bir qüvvə idi, proksi qüvvələri idi. Bu da alınmadı. Bu da iflasa uğradı. Sonra İraqda Həşd-ü Şəbi yarandı. Bir də Suriya dövləti qaldı. İndi bir nə deyirlər, bu bəziləri yenə də deyirlər, bu Bəşar Əsəd öz xalqına zülm edirdi, tutanmırlar. Doğrudan insan nə qədər arsız ola, həyasız ola ki, bu sözü deyir. Bu kişi öz dövlətinin başçısıdır. Öz dövlətini, öz xalqını qorumalıdır. Kimdən? Bu Daesh teröristlərini qorumasın. Bu imperialistlər istəyirlər ki, döysünlər də, öldürsünlər də, bədbəxt eləsinlər. Bu qarşı tərəf bunların qabağında heç nə reaksiya verməsin. Reaksiya verəndə deyir, nə həyasız adam deyir. Gəl mənim qabağımda dayanıb. Neynəsin bu? İstəyirlər müharibə eləsinlər, amma cavab görməsinlər. Bu İsraillər bu Qəzzanı bu günə qoydu. İndi bu günləri, özləri o günləri yaşayırlar. Deyirlər ki, bunlar hamısı qeyri-qanuni məsələlərdir. Bizə qeyri-qanuni təcavüz olunur. Özləri eləyəndə hər şey düzdür, qanunudur, amma bilmirsən ki, belə olacaq. Bu fitnə alovunu yandırdın, insanı hər bir yeri yandıracaq da, tutacaq. Sonra ardıca nə planı gəldi? IŞİD planı ki, alınmadı. Keçdilər FETÖ planına. Yadınıza gəlir, Türkiyədə çevriliş edirdilər. FETÖ'çular, Fethullah Gülen'in hakimiyyəti altında bir dövlət quracaqdılar və İslam sünni xilafətini onun rəhbərliyi altında yaradacaqdılar. Bunları unutmamışıq. Yəni, nə oldu? Türkiyə xalqı qiyam elədi, qəbul eləmədi. Sonra Türkiyə keçdi Rusiya-İran xəttinə. Türkiyə keçdi Rusiya-İran xəttinə və beləliklə bir yerdə ölçü götürməyə başladılar. Amma halbuki Türkiyə dövləti əvvəl onlarla idi. Əvvəl onlarla bir səhvdə idi. Sonra pandemiya yaratdılar. Pandemiyanı buna görə yaratdılar ki, Rusiyanı, Çini, İranı çöktürsünlər. Və dünyada edə bilmədiklərini, müharibə ilə edə bilmədiklərini pandemiya ilə eləsinlər. Sonra Rusiya, Çin, İran cəbhəsi hücuma keçdi. Nədən hücuma keçdi? Artıq bu
quldurluğun və həyasızlığın qabağını almaq lazım idi. Rusiya Ukraynaya hərbi əməliyyat keçirtmə adı altında əsl həqiqətdə onların irəliləyişinin qabağını aldı. Ukraynaya girmədi. Ukraynada da bir dəstə quldur onların siyasətini icra edib Ukraynanı NATO'ya birləşdirmək istəyirdilər. Ukrayna NATO'ya birləşsəydi, dünyanın bugünkü siyasi mənzərəsi tamam başqa cür olacaqdı. İndi bəlkə də biz burada otura bilməyəcəkdik. Rusiya da dağıla bilərdi. Keçdilər hücuma, Ukraynaya ki, hərbi əməliyyatı başladı. Rusiya pandemiya dayandı, qəribədir. Deməli nədir? Pandemiyanı bir sıra ölkələrdən onların laboratoriyaları var idi, oradan yayırdılar. Onlardan biri də Ukraynaya. Dayandı, pandemiya artıq yoxdur, tarixə keçib. Sonra Hizbullah və Hamas, İsrail müharibələri başladı. Bunlar ki başladı, Amerika keçdi artıq açıq oyuna. Açıq oyunu nə idi? Açıq oyunu bu idi ki, Amerikaya, ABŞ dövlətinin başına elə bir adamı prezident gətirsinlər ki, o artıq bütün bu müharibə planlarını icra eləsin. Bu da Donald Trump idi. Donald Trump'ın da o xarakteristikası o qədər bulaşıq bir xarakteristikadır. Hamısı artıq bütün dünya bunu bilir ki, Epstein dosyalarının bir fəal üzvüdür. Epstein adasının ən çox orada iştirak edən bir şəxsidir ki, belə bir adamın boynuna zəncir keçirdib, ipini əllərində saxlayıb. Və istədiklərini ona diktə edirlər, təhmil edirlər. Budur bizim dünyanın halı. İndi gələk, təqsirkar bilək, bu İslam dövlətini, müsəlmanları, möminləri deyək ki, siz özünüz günahkarsınız, özünüz müqəssirsiniz ki, siz tək qalmışsınız, sizin üstünüzə dünya axışıb. Təcavüzkar ABŞ-dir, İsraildir, qalıb kənarda utanmadan, həyasızcasına BMT-də İranın əleyhinə qətnamə qəbul edirlər ki, sən nə üçün özünü müdafiə edirsən? Biz də buradan tələb edirik. Deyirik ki, biz dünyanın bu cür gedişatına razı deyilik, etiraz edirik. Bir insan olaraq, nə bir şiə olaraq, nə bir müsəlman olaraq, əql-i səlim sahibi olan bir insan olaraq etiraz edirik dünyanın bu cür quruluşuna, bu cür ədalətsizliyinə. Və çox şiddətli şəkildə bu müharibəni, bu təcavüzü qınıyırıq və dünya siyasətçilərindən də tələb edirik ki, öz rəvəşinizi, gedişatınızı dəyişin. Bütün cinayətkarları cəzalarına çatdırın. Biz tələb edirik. Bəli, bizim tələbimizə qulaq asmaya bilərlər də. Amma bugünün sabahsı da var. Necə ki, artıq gedişat, hadisələr onların istəklərinin tam əksinə cəryan edir. Allah Taala da belə öz qəzavətini eləyəcək. Sadəcə olaraq möminlərin möhkəm iradəsi və istiqaməti lazımdır. Dözümü, səbri, davamı lazımdır. Birliyi lazımdır. Bu birlik ona gətirib çatdıracaq ki, o batil, zalim qüvvələr, qüdrətlər və insanlar sussunlar, danışa bilməsinlər və dünyanın gedişatı dəyişsin. İnşallah ki, Allah Taala bu hadisələri aparıb çatdırsın ümumbəşəri bir İslam inqilabına, bir nicata, bir xilasa və İmam zamanımızı bütün bəşəriyyətin o xilaskarı olan İmam zamanı bəşəriyyətə tezliklə getirsin.